salamlayıram bütün şəhər atalarını, şəhər analarını. Burada bu ziyarətə gələn kənd cəmiyyətini, rayon cəmiyyətini, hər bir kəsi Allah canını sağ eləsin. Allah ömrəndə bərəkət versin. Bizim değişikliğimizin mövzu mübarək olsun. Çətindir danışmaq bizim üçün, həqiqətən çox çətindir. Sözlər düğünlərin adam boğazında qalır. Sizlərin qarşısında dayanıb danışmaq, çıxış eləmək bizim üçün ağır bir səhnədir. Ağır bir, belə deyək, danışdıq. Burada qalır da söz, danışmaq olmur. Ona görə də mən də bir vətənin bir oğlu kimi, rayonun bir oğlu kimi, bütün Tovuz rayon cəmiyyətindən fəxr edirəm. Qəhrəman diyarın qəhrəman oğulları, Allah cəmi şəhidlərimizin ruhunu şad eləsin. Məkanlarını cənnət eləsin. Allah sizlərə çoxluca, bolluca səbr versin. Bundan sonra sizlərə deməyə gücümüz çatmır. Biz də hər zamanki kimi hər bir şəhid ailəsinin, hər bir şəhidimizin məzarını ziyarət eləmək, başda hər bir kəs olmaqla bizim vəzifə olsun. Oyun olsun. Ona görə ki, bizim məhkəmiz də, mədinəmiz də bu şəhidlərin ziyarətidir. Biz bunları unutmamalıyıq, bunları yaşatmalıyıq. İstəyir 92 olsun, istəyir 45-ci il olsun, istəyir 2016 olsun, istəyir 2020 olsun, fərqi yoxdur. Şəhid şəhid. Şəhidin təzəsi köhnəsi olur. Mən hər bir kəsə xahiş edə bilərəm ki, heç bir vətəndaş şəhidini unutmasın. Onu qürurla səsləndirsin, onun haqqında qürurla danışsın. Çünki onlar elə bir oldu ki, həqiqətən onlar dastanlara, dəftərlərə sığmayan döyüş səhnələri, ondan sonra çəkdiyi əziyyətlər, onu görməsəz də inşallah belə deyək, biz görmüşük, biz yanında olmuşuq. Ona görə də bizim Allah səbr versin sizlərə. Şan cənnət olsun, ruhu şad olsun, ruhu qarşısında baş əyirəm. Allah sizlərə də ömür versin. Can sağ versin. Siz bizim evlatların qardaşısınız. Siz bizim evlatların, deyim, nəfəsisiniz. Sizdə baxıb biz evlatlarımızı görürük. Sizdən fəxr edirik. Siz bizim oğlanların çiyinizdə çıxartdığımız qardaşlarısınız. Siz bizim başımızın tacısınız olun. Allah səbir versin. Allah köməyin olsun. Amin.